bir şeydir. Ağrıda da bütün dağların o aşağı o zirvəsində dayanan kimi bütün dağlardan da öndür Ağrı dağıdır. Orada qaçaqlar da Ağrı dağına tərif deyəndən sonra bilirlər ki, yuxarı çıxmaq olmaz, ona qarşı fikir verirsiniz. Yəni bu mənada Van ağzı havası salır orada özdə. Elə aşıq havası salır ki, biz onu eşitməyik. Van ağzı da indi Türkiyənin himnidir. Mən bu dəqiqə istəyirsiz onu çalıb, baxasınız Van ağzı. Demək olar bir balaca aranjirovka deyirlər, nə deyirlər indi müasirdə. Çox böyük məmnuniyyətlə siz sazı hazır edənə kimi onu tamaşaçılara deyək ki, Van deyəndə, buyurun, bugün Van hazırda Türkiyə Respublikası ərazisində olan bir bölgədir və onu da deyim ki, Qaraqoyunun paytaxtı olub, yəni bugünkü dildə desək, baş kəndi olub və görünür yenə o gen yaddaşı ki, deyirik, qan yaddaşı elə daha yaxşı olardı ki, həmən o Van ağzı havasını biz elə Aşıq Həsənin özündən eşidək və görək o Van ağzı nədir? Oxumasında bu hava biraz səsin də oxumaq ustadları yoluna. Hər halda o himn ki dediniz, eyb yox, elə himn formasında da olsa, yəni tamaşaçıların öz üçün də maraqlılar, Vandakı soydaşlarımız üçün də maraqlılar. Buyurun. Sağ ol, var olun. Şəhadətdən götürmüşəm, bunu yəni, məsələn, mən birinci dəfə də eşitdim və tamamilə düz buyurdu Həsən bu məsələni ki, Türkiyənin himninə oxşuyur. Sürətli çaldım, üzrdə hesab eləsinlər. Mənim öz sağlığımda heç. Niyə? Çünki bu fikir verir, yəni tam elə bir Türkiyənin o sönməz, bu şafaq tam o ritmdə oxunan bir havadır. Göyçə havalarını çalmır, Aşıq Alının da hazırlığına bax ki, silah kimi sazınla qorxutdu, sonra da gördülər bu sazdır, onun pulunu əlinə alacaqmışlar da, gəlib evine. Yəni Van Aşıq Ələsgər üçün təbii ki, yad yer deyil ki. Elədir, o vaxt öz prizmimizdən... Yəni o sərhəddə qurulandan sonra, yəni Van bayaq dedim ki, Qaraqoyun dövlətinin paytaxtı olur. Ondan sonra Ərzincana keçib, nəhayət 1410-da Təbrizə Qaraqoyunlar paytaxt elədi. Aşağı üzr istəyirəm, təqribən 1901-ci ildə, 1801-ci ildə, 1911-də. 1911-də vəfat. O da evlən 25 yaşında da olur. Haradasa bilmirəm, hansı dövrə düşür, yəni siz tarixçəsiniz. Yox, Qaraqoyunun daha əvvəlki dövrə.